sadə belə baxdı, qayət dedi ki, hamıya dedi 2 dəqiqə vaxt verirəm, sənə 5 dəqiqə vaxt verəcəm. Dedim, tamam. O 5 dəqiqədə heç bilmirəm nə danışdıq. Yadımda deyil. Mən bir də ona qayıtdım, dedim ki, nə bədbin danışırsınız, dedim. Hələ siz yuxular görəcəksiniz, sonra gələcəksiniz, mənimlə tamaşa hazırlayacaqsınız. Dedi, yox, bitdi. Mən yenə də təlxəyliyimi davam eləmək istəyəndə belə baxdı, dedi ki, bəsdir.